Hörmətli izləyicilər, bir neçə gündür ki, Ermənistanda həbslər davam edir. Bir neçə gün bundan öncə məlum məsələ idi ki, Ermənistanın Gümrük şəhərinin meri Vardan Quqasyan həbs olunmuşdu. Daha sonra şəhərin baş memarı Henrix Qasparyan da həbs olundu. Dünən isə Ermənistanın Masis şəhərinin meri David Ambartsumyan həbs olundu. Bu barədə onun vəkili Tigran Atanisyan sosial şəbəkə hesabında məlumat verdi. Məlumata görə onu xuliqanlıq maddəsi ilə 6 il 3 ay müddətində həbs eləyiblər dostlar. Memarın günahı nə idi? Memarın günahı hər ikisi həm Vardan Quqasyan Gümrüdə, həm də Henrix Qasparyan korrupsiya ittihamı ilə həbs olunublar. Və maraqlı məsələ ondan ibarətdir ki, bu həbslərdən sonra dünən Gümrük şəhərinin meriyasının daha 3 əməkdaşı həbs olundu. Ermənistanın İstintaq Komitəsinin açıqladığı məlumata görə həmən bu 3 nəfər mer saxlanandan sonra şəhərin uşaq bağçalarının və məktəbin direktorlarını məcbur eləyib ki, merin həbsinə qarşı aksiyada iştirak eləsinlər. Elə başa düşdüm ki, Ermənistanın ən böyük ikinci şəhərində aləm dəyib bir-birinə. Bəli, elə ikinci böyük şəhəri qeyd etdiniz. Onu da bildirmək istəyirəm ki, bu şəhərdə məlum məsələdir ki, Rusiyanın hərbi bazası da hansı ki, Ermənistan istəyir ki, onlar oradan çıxsınlar, neçə müddətdir buna cəhd eləyirlər. Müəyyən cəhdlər var. Məsələyə elə bu səbəbdən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da münasibət bildirib və bildirib ki, rəsmi Moskva Gümrüdə ümumiyyətlə baş verən prosesləri yaxından izləyir, elə Rusiya hərbi bazasının orada yerləşməsinə görə. Elə Rusiyadan söz açmışkən, ötən gün Rusiya prezidenti Vladimir Putin də Amerikanın Rusiyanın aparıcı neft şirkətlərinə qarşı tətbiq elədiyi sanksiyalara münasibət bildirib. Rusiya lideri hesab eləyir ki, bu proses, ümumiyyətlə yeni sanksiyaların tətbiqi Rusiyanın ümumilikdə iqtisadi əhval-ruhiyyəsinə təsir etməyəcək. Baxmayaraq ki, Rusiya lideri bu sanksiyaları ciddi sanksiyalar adlandırıb, amma Moskvada hesab eləyirlər ki, ümumiyyətlə Kremldə hesab eləyirlər ki, bu yeni sanksiyalar qeyri-dost hərəkətdir və Rusiya-Amerika münasibətlərinə xələl yetirir. Hətta xarici media onu dost olmayan addım başlığı ilə çıxardaraq Putinin belə deyək, bu sanksiyalar olan reaksiyasının münasibətini göstərir. Bəli, indi maraqlı... O ifadəyə daha çox fokus ediblər. Bəli, indi maraqlı məsələ ondan ibarətdir ki, yaxın günlərdə görəsən Putin Donald Trumpla Ukrayna məsələsinə görə razılıq verəcək görüşməyə, yoxsa yox. Çünki Rusiya prezidenti hesab eləyir ki, ümumiyyətlə Rusiya neftinin tədarükünün, dünya ölkələrinə tədarükünün kəskin azalması neftin qiymətinin artmasına da səbəb olacaq. Elə biz neftin qiymətinə baxanda, istər ötən gün, istər bugün biz görürük ki, bəzi ölkələrdə artıq neftin qiyməti artıb və Azərbaycan neftinin də qiyməti 1% artıb təxminən. Belə. Bizim xeyrimizədir. Bu yaxşı xəbərdir. Yaxşı xəbərlə də sonlamaq istəyirsən deyəsən. Ukrayna üçün yaxşı hesab olunan xəbərlə sonlandırmaq istəyirəm. Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak RBK Ukraynaya geniş müsahibə verib və bildirib ki, artıq Donald Trump məşhur Patriot zenit raket komplekslərinin Ukraynaya tədarükünə yaşıl işıq yandırıb və Yermak bildirib ki, artıq son bir neçə aydır ki, ümumiyyətlə Kiyev öz səyləri nəticəsində Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinə münasibətini dəyişə bilib. Əgər xatırlayırsınızsa, Donald Trump ikinci dəfə hakimiyyətə gələndə prezidentlik dövründə Vladimir Zelenski ilə görüşmüşdü və məşhur qalmaqallı görüş. Bəli, qalmaqallı görüş baş vermişdi və indi Kiyevdə hesab eləyirlər ki, Vaşinqtonda daha fərqli yanaşırlar və Ukraynaya tam dəstək verməyə hazırdır. İstər Donald Trump, istərsə də Amerikanın digər rəsmiləri. Uğurlar arzu edirik. Uğurlar arzu edirik və ümid edirik ən qısa zamanda sülh bərqərar olar, müharibə dayanar. Çox sağ ol. Təşəkkür edirik Süleyman. Biz isə tamaşaçılarımızı bu məlumatları daha geniş şəkildə izləmək üçün və dünyada baş verən digər siyasi məlumatları əldə etmək üçün təxminən 1 saat sonra siyasi icmala baxmağa dəvət edirik.